Bəli, həm regional təhlükəsizlik sayəsində, həm də ilk növbədə yaxın şərqdən tədarüklərdən güclü asılı olan qlobal neft və qaz bazarlarında yüksək qeyri-müəyyənlik qorunub saxlanılır. Birləşmiş Ştatlar və İsrailin İrana zərbələrinə qaz bazarı gərgin reaksiya verir. Martın 2-də Avropada qaz qiymətləri demək olar ki, 50% artıb. Niderlandın TTF platformasında qiymətlər megawatt saata görə 50 avroya yüksəlib. Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılması ilə yanaşı bazara Qətərdə maliyyələşdirilmiş təbii qaz istehsalının dayandırılması da təsir göstərib. Bu, İranın raket zərbələri fonunda baş verib. Reuters'ın məlumatına görə, dünya üzrə maliyyələşdirilmiş təbii qaz təklifinin təxminən 20%-ni təmin edən Qatar Enerji şirkəti müqavilələri üzrə force major elan edib. Vəziyyətin kəskinliyini artıran əlavə amil isə ondan ibarətdir ki, Avropa qışı ambarlarda qeyri-adi dərəcədə aşağı ehtiyatlarla başa vurur. Ən həssas ölkələr arasında blokun iki böyük iqtisadiyyatı Almaniya və Fransa yer alır. Avropa qaz infrastrukturunun məlumatına görə şənbə gününə Almaniyada qaz ambarlarının doluluq səviyyəsi 20,5%, Fransada isə 21% təşkil edib. Ehtiyatların daha aşağı səviyyədə olması ölkələri qiymətlərin kəskin dalğalanmaları qarşısında daha həssas eləyir. Yeni istilik mövsümünə hazırlaşmaq üçün region bu yay əhəmiyyətli həcmdə yanacaq ixal etməli olacaq. Belə çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə.